Hep Allah'ımızın. Müəllimlər, ekran görüntüsündə, səsdə hansısa problem olsa, zəhmət olmasa deyin. Deməli, birinci sualımızda bizə nə deyilir? Bizə deyilir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X-imiz 12-dir, Y-imiz 13-dür. Çox sadə proqramdır, müəllimlər. Burada nəyə diqqət eləməliyik? Biz burada diqqət eləməliyik ki, proqramda dəyişənlərin tipinə, yəni ki, bu dəyişənlərin tipini hansı qaydada toplamaq və yaxud da çıxmaq mümkündür. Burada dəyişənlər hər biri hansı tipdədir? Sətir tipindədir. Hər biri sətir tipindədir. Baxın, sətir tipində burada birinci vurmanı təbii ki, yerinə yetiririk. Adi riyaziyyatda olduğu kimi. Y-i 2-yə vuranda, yəni 13 idi, dırnaq içərisində. Burada artıq ədədi hesablaya bilmirik, çünki sətir tipindədir. 2-yə vuranda 2 dənə 13 yazılır, dırnaq içərisində, yanaşı. Ondan sonra deyir ki, üzərinə x-i, bax, 2 dənə 13-ün siz yerlərini yazmaq var da burada. X-in, yəni 12-nin üzərinə 13 gəlirik. Baxın, 12-nin dırnaq içərisində. Üzərinə 13 gəlirik. Yəni ki, 13-ün üzərinə gətirib də 12 əlavə etməyin. Ona görə də 12 əvvəldə yazılır. 12, 13, 13. Buna görə burada cavab, belə deyim, bu variant alınır. A, B, C, D variantı alınır. Aydındır. Yəni, orada yerlərini dəyişə salmayaq. Bir Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A 49-dur. Baxa görə A dəyişənin üzərində hansı əməliyyatlar yerinə yetirilə bilər? İlqar müəllim, misal necə həll eləmişsiniz? Bu dildə də var bir kitab. Bu dildə olan sualdır. Deməli, müəllimə, 44 hatta 49 deməkdir o. Bəli. A-nın üstü 2-də 1, kök hatta 49 deməkdir. Bəli. Sonra deyir kök hatta 49 böyükdür 7-dən, yox. A bölünsün 2-ni çap eləmirik. Bəli. Sonra elifə baxırıq. Elif deməli A üstü 3-də 1 kiçikdir 3-dən. Onu da deməli baxırıq A-nı 3-ə bölməyə, tam bölməyə. Sonra elif 4-də, deməli A üstü 4-də 1, kiçikdir 5-dən. Print, əgər şərt doğru olursa, print A, deməli 4-ə bölünməsindən tam ədədi götürülür. Əks halda 7-ni çap eləyirik. Cavab deməli 2-də C bəndidir. Əla. Bəli. Əla. Bu nisbətən mürəkkəb bir sual. Kimin sualı var müəllimlər? Tam başa düşdük bu misalı. Keçən növbəti. Müəllimə, burada indi cavab necə oldu? Orada cavab C bəndidir müəllimə. 12-ni çap edin müəllim. 12, 12. Çox sağ olun. Sağ olun. Sağ olun. Baxaq 3-cü və 4-cü sualımıza. Üçüncü sualımız da çox maraqlı sualdır. Baxın, burada da bizə deyir ki, A-nın aldığı qiymətlər bunlardır. B-nin aldığı qiymətlər də bunlardır. Deyir for in A, yəni ki, i dəyişəninə A-nın qiymətlərini bir-bir mənimsət. Biz nə qədər dövr edirik? A dəyişən, A siyahısının içərisində olan dəyişənlər qədər. Yəni, i dəyişəni bir dəfə 3, bir dəfə 6, bir dəfə 7, 1, 9, 0, 6, 4 qiymətlərini alır, düzdür?
Sonra bizə deyir ki, bu qiymətləri alanda i dəyişənin hər dəfə bu qiymətləri alanda, yəni məsələn i bərabərdir 3 olanda, bir dəfə i bərabərdir 6 və s. qiymətləri bir mənimsədirik. Deyir, gör. Yerində hansı ki B-də sıfırdan böyük olanları götürür. Bəli, deyir ki, B dəyişənin daxilində i dəyişənini say. Gör sıfırdan böyükdürmü? Yəni bu nə deməkdir? Gör B dəyişəninin daxilində A-ya aid olan ədədlər də varmı? Bir sözlə, hər ikisində çoxluqların birləşməsidir. Üzr istəyirəm, kəsişməsidir. Gör, hər ikisində olan dəyişən eynidirmi? Deyir, eynidirsə, neynə? Bunları cəmlə. Yəni, A-da olan B-də də varsa, götür onları cəmlə. Baxaq mənimlə, eynilərinə. 3. Birinci i dəyişənin 3 qiyməti var. Görək 3 burada da varmı? Bəli, var. Deməli 3-ü götürürük. Sonra 6-ya baxırıq. Görək 6 burada varmı? Yox. 6 yoxdur. 6-nı götürmürük. 7-yə baxırıq. Deməli, mən 3-ləri götürürük, 4-ləri götürürük, 7-ləri götürürük. Bəli, baxaq 1-ə. 1-də yoxdur. 9-a baxaq, 9-da yoxdur. 0-a baxaq, 0-da yoxdur. 6-ya baxaq, mənimlə. 6-da yoxdur. Bəs 4 var. Bəli. Bəli. 3, 4 və 7. Deməli, düzgün cavab 14 almış oluruq. Deyir, bunları da hər birini götür cəmlə. Bunları cəmləyəndə də qiymətdə 14 almış oluruq. Buna görə Y variantı. Davam edək. Aydın oldu müəllimə. Çox sağ ol. Əla, siz sağ olun. Və sualınız olsa mütləq soruşun. Müəllimlər, bu testləri, sınavları həll etməkdə məqsədimiz nədir? Məqsədimiz odur ki, qaranlıq qalan nöqtələr, bizə çətin gələn hissələri baxaq təkrarən bir də üstündən keçək də, yəni bir sözlə öyrənək. Çətinlik çəkdiyimiz sualları, hissələri, bölmələri öyrənək. Yəni bir sözlə üzərindən keçməyin heç bir sualın. Çalışın, dəqiq baxın suallara. Yəni nə vaxt istəsə soruşa bilərsiniz, soruşun suallar. Ya qrupa yazın, necə istəyirsiniz. Bəli, burada bizə deyir ki, import məhz, yəni ki, riyazi funksiyanın, import nədir müəllimlər? Import modul bildirir. Bir modulca riyazi funksiyanı daxil edin. Aha, deyir 25 ədədi daxil oldu. 25 ədədini Deməli, 25 ədəd daxil olur, kök altı x olur. O da kök altı x-dən 25 çıxır. Belə bilirsən, 5 çıxır. Bəli. Bəli, buraya yazırıq 5. Baxın, x artıq qiyməti oldu 5. Bəli, yeni qiymət 5-dir. Baxın, burada. Bax, kök altdan SQRT x, yəni 25-dən 5 çıxdı. SQRT kök altdan çıxartmaqdır. Deyir y, yəni y-in hansı qiyməti müəllimlər? 5-i. 5 deyir. 5-in 1-ə bölünməsindən alınan qalıq böyükdür 0-dan. Baxın müəllimlər, 5-in 1-ə bölünməsindən alınan qalıq elə 1-in öz eləyir. Yəni bir sözlə tək ədəddir. Tək ədəd olduğuna görə burada artıq şərtimiz ödəyir, düzdür? 5-i 1-ə böləndə qalıq 1 eləyir. Üzr istəyirəm. 5-i 1-ə böləndə qalıq 0. Üzr istəyirəm. Cüt rəqəm kimi tutdum nəzərdə bunu. Bəli, qalıq 0 eləyir. Qalıq 0 elədiyinə görə də burada deyir böyük olsun. Yəni 0-dan fərqli olsun. Ona görə bu şərt ödəmir. Baxırıq elif qoluna. Deyir y-in y-ə vurulmasından. Yəni 5-in 5-ə eləyir 25. Bərabərdirmi x-ə? Bəli, bərabərdir. Çünki x-ə biz hansı qiyməti vermişdik? 25 qiymətini. Y-ə amma 5-i mənimsətmişdik. Deməli, 25 25-ə bərabərdir. Ona görə x-i çap edir. Bəli, x-i çap edir. X-imiz də neçədir mənimlə? 25. Elə cavab 25-in özü alınır. Elif ödədiyinə görə aşağıdakı eliflərə baxmırıq. Nə də LC-yə baxmırıq. Ona görə burada cavabımız 25 edir. Yəni
C variantı. Baxaq növbəti sualımıza. Nəsə sualınız olsa mənimlə soruşun. Yəni kiminlə sualın olsa çəkinməyin, deyin, təzədən bir də baxaq izahına. Baxaq növbəti. Deyir ki, x-in üzərinə 2 vurulsun 5'e əlavə edin. Əslində sadə misaldır, o qədər mürəkkəb misal deyil. Müəllimə, hansı misaldır o? Mənfi 17 alındı. Bəli, mənfi 17. 5-ci misal, hə, mənfi 17. Bir dəqiqə. Onun üzərinə o eləyir bizə verir 18 ədədini. Bu verir bizə 18 ədədini. Burada bizə deyir x-in 10'a bölünməsindən alınan qalıq, yəni 18-in 10'a bölünməsindən alınan qalıq. 8'in üzərinə 14 əlavə edirik. Bu da 22 edir. Yəni y22 x-in 18 qiymətini alır. Deyir y-in 10'a bölünməsindən alınan, bu nədir müəllimlər? Hansı qiymətdən söhbət gedir zəminə müəllimə? Tam hissədən. Üstünə gələndə 5 qiymətini. 5 qiymətini alırdı. Yəni, baxın, burada y-imiz neçə idi? 22. Düzdür? Deyir, 22'nin 10'a bölünməsindən alınan tam qiyməti götür. Bəli, 2 qiymətini alır. 2'nin üzərinə 3 əlavə edirik, bu da 5 edir. X-dənsə y-in fərqini mənimsədirik C dəyişəninə. Burada bilirsiniz nədir tələ? Yəni, siz yuxarıdakı qiyməti artıq götürmürsünüz. Aşağıdakı qiyməti götürürsünüz. Buna görə də x-dən y 5'dən 22'sini çıxırıq, verir mənfi 17. Bəli, burada mənfi 17 alırsınız cavabı. Yəni, burada siz niyə sağlıqla belə sualı? Yəni, tələssəz bir balaca fikirləşərsiniz ki, hə, böyükdən tez kiçik çıxım, yazım o müsbət 17. Amma ona görə diqqətli olmaq lazımdır bu tip sualları yazanda. Python dilində yazılmış proqram nəyi təyin edir? Tək bölənlərini sayın. Niyə müəllimə? İzah edə bilərsiniz tək bölünlərin sayını niyə? Orada elə bir, məsələn, int-ə daxil elədim, məsələn, 3 rəqəmini, sonra yerinə qoydum, məsələn, i1-dirsə, 3-ü 1-ə böldüm, qalığı 0 aldım, 3-ü 2-yə böləndə 1 elədi. Hər dəfə tək bölənlərinin sayı gələndə 0 olur, qalıqda 1 qalır. Ay, sağ ol. Əla. Bəli. Əla. Tam aydındır müəllimlər sualımız. Müəllimə çox qəşəng izahını dedi. Bəli. Hə
həmişə müəllimlər bu tip misallarda proqramın hansı iş gördüyünü tapmaqda çətinlik çəkirsinizsə, həmişə dediyim kimi ona rəqəm verin. Bax, məsələn, ola bilər imtahanda bu tip misal düşər. Onda nə edin? Ona hər hansı bir rəqəm mənimsədin. Məsələn, olsun 5, 8, yəni neçə istəyirsiniz. Bir dənə rəqəm mənimsədin və götürün misalı həll edin. Bax, bir dənə tək, bax, bir dənə cüt verin. Görün misal sonda hansı işi görə və yaxud da belə deyim, cüt rəqəmlər də hətta verə bilərsiniz. Məsələn, 2 rəqəmli 58 verin, eləcə nə, məsələn, 23 verin. Yəni, bax, bu qaydada hər hansı bir dəyişən, yəni ədəd mənimsədin inputa, həll edin misalı. Misalı həll edəndən sonra aldığınız qiymətə görə variantlara baxın. Görün hansı işi görür proqram. Aydındır? Bunun 2 yol var. Ya gərək çoxlu Python həll eləyərsiniz, proqramlaşdırmanı o qədər mükəmməl biləsiniz ki, baxan kimi biləsiniz ki, proqram hansı iş görür. Və yaxud da ikinci bir yol, əgər çətinlik çəkirsinizsə, nabələdsizsə proqrama, özünüzdən hər hansı bir qiymət yenə deyirəm, mənimsədin və onu həll edin. Onda sonda yəni, bu vaxt itkisi deyil. Yəni, bir misalı həll etmək nə qədər vaxt apara bilər? Tuzağı 2 dəqiqənizə, 3 dəqiqənizə aparsın. Yəni rahatlıqla bu misalı həll edib öhdəsindən gələ bilərsiniz. Dediyim kimi, özünüzdən hər hansı bir qiymət mənimsədərək. Çünki inputla verildi. Baxaq növbətiyə. Burada çox qəşəng Python sualları var. Həqiqətən sırf hamısı qəbul tiplidir. Hamısı da sertifikasiyaya düşə biləsiz suallardır müəllimlər. Ona görə bu suallarda diqqətli olaq. Yəni orada belə deyim, sınavda düşən suallar o demək deyil ki, sırf o tip düşəcəkdir. Fərqli tipdə düşə bilər. Ona görə biz hər tip suala çalışaq, hazırlıqlı olaq. Yəni ola bilər bu dəfə bu tipi verdim, gələn dəfə başqa bir tip versin. Ona görə bütün tiplərə hazır olmalıyıq misallarda. Bir də ola bilər ki, çətinləşsin. Çətinləşdirə də bilər, asanlaşa da bilər. Hər bir vəziyyətə hazırlıqlı olmalıyıq müəllimlər. Sözsüz. Müəllimə, ümumiyyətlə bu belə deyək də, Təhsil Nazirliyinin keçirdiyi bu sınav əsasında siz ona görə tək Pythondan söhbət edirsiniz, başqa sahələrdə, proqramlarda da. O sahələr üzrə sınaqlar olsa daha yaxşılar. Ümumiyyətlə, oradan geçsək, mənə elə gəlir ki, yaxşı olur. Əlbəttə ki, Çünki inşallah. onlar paketi demək olar ki, əvvəlcədən verdikləri həmən suallar düşməyəcək, ona oxşarlarını verəcəklər. Oxşar ola da bilər müəllim, fərqlisi ola da bilər. Çünki belə deyim, Yəni, o sahələrə istinad eləyəcəklər də, onu demək. onu bilmək olmur müəllim. Çünki belə deyim, indi sertifikasiya üçün keçirdilər. Bizdə məsələn MİQ-çilərə hər il bizdə MİQ imtahanına hazırlaşan müdavimlər üçün sınav keçirilir. Təhsil Həmən Nazirliyi. sınavla, yəni imtahanın çox fərqli olur ki, ümumiyyətlə. Fərqi də olur, bəli, fərqi olur. Yəni imuni o mövzudan salmaya bilir. Bəli, yəni o demək deyil ki, inansı o qədər fərqli mövzulara gedib müraciət eləyir ki, yəni sırf o mövzular nəzərə almaya bilir. Yəni yenə deyirəm, yəni praktikada görmüşük də, yəni düzdür, oxşarları düşür də. Məsələn, HTML-dən sınaq salır, HTML də düşür 2 dənə. Amma digərlərindən fərqli mövzulara müraciət eləyə bilir. Yəni eyni də olur, fərqli də olur. Ona görə o sınaqdakına çox yəni özünüzü belə eləməyin də, yəni çalışın fərqli tiplərdə nəzərdə saxlayın hər ehtimala qarşı. Deyir, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Burada 5-dir canım. Niyə 5-dir müəllimə? Mən burada x-in, y-in qiyməti verilir, sonra while dövr eləyir. Yəni 20-ni 15-ə vırıq 300. Əgər 300 sıfırdan böyükdürsə, yəni hasili sıfırdan böyükdürsə, onda aşağıdakıları yerinə yetiririk. Hər dəfə 4 çıxıb, x-in qiymətindən 4 çıxıb, y-dən 2, y-in qiymətindən 2 çıxacaq. Nə vaxt ki, həmin ədəd sıfırdan böyük olmayacaq. Yəni, məsələn, 20-dən 4 çıxanda 16, y-in qiyməti olacaq 13. Sonra 16-nın 13-ə vuranda yenə sıfırdan böyük olur. Təzədən yenə 16-dan 4 çıxırıq 12, 13-dən 2 çıxırıq 11. Yenə 12 ilə 11-in qiyməti sıfırdan böyükdür hasili. 12-dən 4 çıxırıq 8, 11-dən 2 çıxırıq 9. 8 ilə 9-un hasili yenə sıfırdan böyükdür. Yenə 8-dən 4 çıxırıq 4, 9-dan 2 7. 4 ilə 7-in hasili yenə sıfırdan böyükdür.
4'dən 4 çıxır, 7'dən artıq burada 0-la 5'in hasili 0'dan böyük deyil. Ona görə dayanıram. Y-in son qiyməti də 5 oldu. Ay, sağ ol. Aferin. Əla. Bəli. Tam başa düşdük müəllimlər. Təzədən izaha ehtiyac var? Xeyr müəllimə, mən də düzəltmişdim. Demək müəllimə, ta ki 0'dan böyük olmayana qədər dövr eləməlidir. Belə başa düşdüm, düzdür? Ay, sağ ol. Bəli müəllimə, bəli. Yəni ki, bir sözlə proqram bizə yox desin. Baxın, bu müqayisə hissəsi ki var, bu müqayisə. Bizə yox deyəndə dövrdən çıxırıq. Nə vaxt ki, hə deyir, gəlirik bir də dövr edirik. Hə deyir, gəlirik bir də dövr edirik. Ta ki yox dedi, artıq proqramdan çıxır. Və sonda nəyə çəkir? Müəllimə, buna oxşar aşağıda algoritm də var. Buna oxşar algoritm də var. Bəli. Bəli, blok algoritmləri. Doğru mu? Bəli. Bax, kopya buna oxşar. S-i artırıb, N-i azaltmaq. Yəni, misal üçün deyirəm. Bəli. Müəllimə, buyurun izah eləyin. Bəli, buyurun, deyə bilərsiniz. Burada deməli A-nın, B-nin, C-nin qiymətləri verilib. Yazılır ki, print B, len B. Yəni, len B deyəndə B-nin uzunluğunu soruşur. B-nin uzunluğu da kimya sözüdür. Kimya 5 hərflidir. Ona görə 5, len B 5'dir. 5'i 2'ye böləndə qalıq nə qalır? 3 qalır. Qalıq 1 qalır. Aha. Ona görə B1 olur. Yəni B1. B1 deyəndə yəni B-nin indeksi 1 olan hansıdır? Kimya sözündə indeksi 1 olan üstün rəqəmləri 0, 1, 2, 3, 4. B1 gəlir I hərfinə. Bəli, I hərfinə düşür. Ay, sağ ol. Keçirəm o birisinə. C 1-dən 3-ə. C-nin üstün nömrələyəndə 1-dən 3-ə, yəni 1, 2, 0, 1, 2 I ilə Y-yə düşür. Aha, deməli, I ilə Y. Ən axırıncı len B, len B-miz yenə A-da len B-miz, len B-mizin uzunluğu 5 idi. 5'i 2'ye böləndə tamı soruşur, 2 düşür. A2. İndeksi A2 olan Z hərfidir. Fizika sözündə rəqəmləri 0, 1, Z. Bəli, düz eləmişəm mən də bunu. Z. Bəli, aferin, əla. Aygün müəllimə, tam başa düşdünüz bu sualı? Bəli, başa düşdüm. Demək, 1.3, yəni 1-dən 3'ə qədər olan hərfləri götürür, düzdür? Doğru mu anladım? Bəli, Bəli. Aha. Başa düşdüm. bəli. Yəni indeksini tapırıq. Lenlə sayırıq, indeksini Bəli. tapırıq. Bəli. Bir də müəllimlər, Çox sağ olun. siz sağ olun müəllim, amma çalışın, başa düşün, üstündən keçməyin. Əgər başa düşmədisə, bir də soruşun. Deyin, bir də baxaq izahına, bir də deyək. Oldu. Yəni hər bir sual fikirləşin ki, imtahanda düşə bilərsiniz. Olsun. Bəli, özü düşməsə də oxşarı düşə bilər. Utanmayın, soruşun. Müəllimə, burada eləsin götürürük ki, izah edə bilərəm mən bunu, müəllimə. Bəli, buyurun. Burada eləsin götürürük ki, yəni belə şey olduğuna baxmayın da, yəni bu emin belə çox qiyməti olduğuna baxmayın. Eləsin götürürük ki, həm 3'ə bölünəndə 0 olsun qalığı, həm də 2'yə bölünəndə. Bu da 9'dur. Bəli. Ondan sonra bir də 12'dir. Yox, mənim 6 ilə 12-dir təkcə. Hə, üzrəm, 6 ilə, bəli, 6 ilə 12'dir. Sonra da 6 ilə 12'dir. Deməli, burada S bərabərdir 10 çıxar, 2 vuraq 6. Bəli. Hə də səni sağlayın. Onunla da 6'nı toplayırıq.
Cavab deməli 9-da eləyir, 10-da eləyir E bəndi, axırıncı bənd. Daha Yəni doğrusu S-dən çıxırıq 2K-nı. 2-ni K-ya vururuq, onu da S-dən çıxırıq. ondan 12 çıxanda mənfi 2 eləyir. Təzədən S-in yerinə mənfi 2 qoyuruq. Mənfi 2 çıxılsın 2 vur 12, mənfi 24. Mənfi 2 ilə mənfi 24, mənfi 26. Bəli. Niyazi müəllim, zəhmət olmasa deyin. E bəndi. Əla. Niyazi müəllim, 9-cu sualın izahını deyin, zəhmət olmasa. Niyazi müəllim. Burada başa düşmədim oxularına. Bu bizdən deməli X-in qiymətləri 5 mənfi bunlardır. X 0. Sıfırıncı Aha. qiyməti indikə mənzərdir, yəni 5 olur da. Aha. Yəni görün Burada- hansı işi görür bu. Bax müəllim, görün. Bax bu count saymaqdır. Görün nəyisə sayırmı, maksimumumu tapır, yoxsa Burada count yoxdur axılarına. Lenedi. Count yox. yox müəllim, siz bu nə deməkdir? Yəni ki, reverse edir minimum. Yəni ki, görün, bax bu bir belə yazının yerinə, bax bu bir belə bu yazdığımızın yerinə. Bax bu qədər yazı yazmışıq da. Bunun yerinə bunlardan birini yazsaq elə bəs eləyirdi da. O bu qədər uzun uzadı yazmağa ehtiyac yox idi. Hansısa Əlbə minimumu sayda mənfi 3 götürür. Minimumu. bəlkə İlqar müəllim səhv deyil, Niyazi müəllim. Baxın. Bəlkə Bunlar səhv müəllim deyil. deyilsə düz deyil. Yox, bəlkə səhv deyil. Əstəğfurullah. Bilmək olmaz. Ona görə özünüz təyin edin. Baxın, burada yazılan funksiyalar ki var, bu qədər yazını əvəz eləyə bilir. Yəni bu qədər yazı yerinə, bax bu bir belə dövr etmək yerinə bir dənə bu funksiyalardan birinin adını yazsam kifayət idi. Aydındır? Bəli, bəli. Ayşə, indi zəhmət olmasa baxın, sizcə hansı şey görür proqram? Buyurun. Əvvəl təyin edək proqram hansı şey görür? Sizcə hansı şey görür proqram? Müəllimlər, hər birimiz baxaq, zəhmət olmasa. Hansı şey görür proqram? Deməli, burada bizə deyir ki, x-in 0-cı elementini götür nəyə mənimsət? Y-ə mənimsət. Bu 0-cı elementi də 5-dir. Bu birikimiz oldu 5. Sonra deyir ki, foreign x, yəni ki, dövr elə x-in elementlərindən. Yəni, i dəyişəni bir dəfə 5, sonra i dəyişəni bir dəfə 3, i dəyişəni bir dəfə 8, i dəyişəni. Reverse olacaq. Əvəzlənir. Baxaq. Sonra i dəyişəni bir dəfə 10, i dəyişəni bir dəfə mənfi 1 qiymətlər alır. Aydındır bu qədəri. Hər dəfə i dəyişəni, bax bu x-in gedir, x siyahısıdır, bu siyahıdır, düzdürmü? Listdir yəni. Listin içərisindəki qiymətləri bir-bir götürüb nə edir? Emal eləyir. Görək emal edəndə, bax emalımız, bax bu dövr hissəmiz də budur. Görək dövrdə emal edəndə hansı əsasla emal eləyir? Nə deyir? Deyir, əgər i dəyişəninin qiyməti y-dən kiçikdirsə, y bərabərdir e. Yəni ki, y dəyişəninə i dəyişəninin qiymətini mənimsət. Baxın, i dəyişəninə y-in qiymətini mənimsət. Hansı şərt daxilində? Əgər onun qiyməti nədən böyükdürsə, y-dən böyükdürsə. Mən onda axırda mənfi 1 olacaq da, Y-in qiyməti o da minimum götürürəm. Əla, bəli. Bəli, görürsünüz, ən kiçiyini götürəcəkdir. Bir-bir gedir, yoxlayır, bir-bir Mənfi 3. necə? Mənfi 3'dür, mənfi 1 deyil, mənfi 3'dür. Mənfi 3. Mənfi Bəli, Mən- bəli. Mənfi 1 götürür. Çünki burada iblis həmişə özündən kiçiyi olanı mənimsədir, götürür. Ay, sağ ol. Görürsünüz, çox sadə əslində məntiqi var bunun. Sadəcə bir balaca məntiqinin diqqətli olmalıyıq ki, yenə deyirəm müəllimlər, proqramı həll eləyin. Həll eləməsək, bilmək olmur ki, bu proqram hansı işi görür.
Baxaq 10-cu sualımıza. Deyir Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Burada da neyini? Burada da gəlir. Bunu demədik, düzdür deməmişik bunu. For, Müəllimə dedik də 6-nı götürür, bir də 12-ni götürür. yox, məncə bunun izahını deməmişik. Yox, demədik axı bunu. Onu dedik müəllimə, onu dedik sonra dartıb bizə. 6-nı Ha, götürür, 12-ni götürür. Uy, hə. Bölünenler emal olunur da burada. Hə, üzr Yox, istəmirəm. həm 3-ə bölünsün, həm 2-yə bölünsün. Ha, bəli, bəli. Və orada Bizdə və qalığı həm 3-ə bölünsün, qalığı 0 olsun, həm 2-yə bölünsün, qalığı 0 olsun. Ancaq burada əhdir də, yəni or deyil. Yəni və ya deyil, vədir. Ona görə şərtin ikisi də ödənməlidir. Hava, bəli. 6'ya bölünen göstərilə hamısının şərtini ödəyir. Yox, 6 da həm 2-yə bölünür, qalıq qalmır, həm 3-ə bölünür, qalıq qalmır. Bir də o 12. Yox, İlqar müəllim, ümumiyyətlə deyirəm ki, 6'ya bölünənləri gördükdə 2'yə bölünənlər 6'ya qalıqsız bölünür. O məsələ. Onu aydındır, üzülür sayın, aydındır. Əla. Baxaq növbəti misalına. Verilmiş fikirlərdən biri yanlışdır. Else proqramının if şərt operatorunda mütləq ifadə olunur. Müəllimlər, else qolu yazılmaya bilər. Yoxsa mütləq yazılmalıdır if else-də. Bəli, yox yazılmaya bilər. Müəllimə, bir A bəndidir burada. Yazılmaya bilər. Siz neçəsində, Yazılmaya neçə bilər. proqramda elə baxmışıq, else olmuyor. Bəli, əla, düzdür. Təbii. A bəndi, 11-də A bəndi. Əla, aferin, əla. Deməli, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Burada nə edirik? Çox müəllimlər, ümumiyyətcə if else-ilə bağlı olan proqramlar həqiqətən bəlkə sizə mənlə razılaşarsınız, çox sadə proqramlar olur. Yəni while biraz bir balaca diqqət tələb edir, amma if else çox sadə proqramdır. Müəllimə, bunu deyə bilərəm mən. O asan da olur, ümumiyyətlə asan da olur. Deməli, 56-nı bölürük 8-ə 7. 7-dən də B-ni çıxırıq 5. Bəli. 5 böyükdür 2-dən. Hə. Onda C bərabərdir 10 vuraq A. Yəni A-nın təzə qiyməti. Bəli. Çıxaq K vuraq. Hə, 50 çıxaq K vuraq B. O deyir 40. Əla. Bəli. Yəni 12-də də B bəndidir. Əla. Bəli. Baxaq növbəti sualımıza. Hər kəsə aydındır mənlər. Başa düşmədiysə... Müəllimə, mən dedim də, axırda inşallah 50 də yelək olacaq. Görərsiniz. İnşallah müəllim, niyə də olmasın ki? İnşallah. Sağlıq olsun tək. Bəli, Allahın iznilə yaxşı olar inşallah. Baxaq. Yox, biləyəndə hütümünü düz eləmişdim. Adətən mən hütümünü da çarxırdım. Yox, asandır müəllimlər. HTML asandır. O qədər də asan düşür həmişə HTML. Ümumiyyətcə, nə qədər asan düşür. Bilmirəm, müəllimlərə çətin gəlir mənimsə. Yoxsa nədir? HTML bizdə nə lazım? Mən çətinlik bu Venn diaqramı var. Onların suallarında çəkiyor. O tip sualları izah eləsəniz yaxşı olar. Hə, bəli, müəllim. Gələn dərsə, əgər hər kəsə də uyğundursa, bu diaqramlara aid bir dənə əlavə dərs ayıraq. Bir, diaqramın hesablanması, bir də Venn diaqramına aid. Niyazi müəllim, mən bilirsən onu nə oxşadıram? Venn diaqramı deyirəm, bu hörümçək torudur. Buradan başlaşmaq olmur. Yox, Əslində Venn diaqramı ilə geçsək daha olur. Riyaziyyatda burada o riyaziyyatda eləyirsən də, riyaziyyatda Bilirəm də, o daxildir, təşkil. Bəli. Yox. Yəni deyirəm, burada mən onu necə deyim, qarışdırıram. Ona görə o veriləri hansından neçə dəfə tapılır, verir. Dimdə də var o tip suallar. Aslında mən bizi qarışdırıram, biraz çətinləri olanda. Əla, qrupa qeyd etdim. Gələn dərsə inşallah sabaha ona aid qəşəng misallar hazırlayacağım. PDF şəklində bir də ona aid qəşəng bir izah. Əfsanə müəllimə, zəhmət olmasa misalımızın izahını deyin.
Mənə bu bayaqlarım izah elədi, elə bir ikidə. Bəli, bəli, müəllimə. Bunu elədik. O yuxarıda bir misaldır. Bir də dersən elə 14 də elədik. Təkrarlanır. Bu eyni misaldır. Bəli, bəli, təkrarlanır iki misal. Ha, hayır. Bəli. Ha. Bu sual tekrarlanmış. Yox, müəllimə, elə bu iki. Daha qalan yer. Xeyr. Ha, bu qalan değil. Yəni 13 ilə 14 təkrarlan. Ha, o sual neyse tekrarlan. Onu düzelteceğim o sualı. Eybi yoxdur müəllimə, olan şeydir. Onsuz əsas odur müəllimə, həll eləyək, öyrənək, gözümüz öyrənsin, yanımıza qalsın. Bəli? Benim tekrar dediğin anasıdır. Hə, sözsüz müəllim, göz yaddaşı deyilən bir şey var. Elə şey yaxşıdır. Evet, çok sağ olun anlaşınız için. Ha, burada da deyir ki, klaviaturadan A ve B dəyişənləri daxil eləyir. A'nın yerinə A yazırıq, yəni 40'ı yazırıq. Bir dəqiqə yazaq. B'nin yerinə də -5 yazırıq. Sonra deyir, modul. A'nı modul daxilində götürürük. Yəni A'nı 40 kimi götürürük. Deyir, 40 böyüdü mü ondan? Bəli. A yenə 40 deyir, kiçikdir mi 100'dən? Ha, Bəli. ondan böyükdür, 100'dən kiçikdir. Ant da vurmadı. Hər ikisi şərt. Yəni 1 vurulsun 1 bizə 1 verir. Sonra bizə deyir ki, A'nın yəni baxın birinci bu iç-içə iflər gedir. Müəllimə, Düzdürmü? o şərt ödənmir. Necə İlqar müəllim? Orada 40, O şərt 40'ı ona ödənmir. böləndə 4. 4 40'ı ona 5'dən böyük bölürsən deyil, 4, elsiyə 4 böyükdür 5. Xeyr, o A bərabərdir, A plus B-ni eləmirik. Əla, bəli. Bəli. Keçirik A bərabərdir, A vuraq B. Orada da deməli, A'nın elə bir ki, 4'ü Onu 5'ə bunu- bölüb. 45'e vururuz da. 40'ı 5'ə bölüb, bəli, 200. elin 200. 200'ü təzədən 2'yə bölüb. bərabərdir, A böyükdür 100'dən. Bəli, 200 100'dən böyükdür, B-ni bölünür 100. 200'ü 100, o 2'ye bölü 100. 100'ün Ha. üstüne 10 gelir 110. 100'ün üstü 10 gəlmiş, 110. Elsi A vuraq B-yə baxmırıq. Çünki müəllimlər, baxın, bu o else bunun elsesidir. Bəli. Deməli neçə alırıq cavabda? 110, 110. Əla. Bir Bəli, de müəllimlər, bir Nazilə müəllimə, İlqar müəllimə ilə sizə soruşum. bəli. Biz bəzən görürsünüz, misallarda, məsələn, dünənki sınaqda belə bir şey misal vermişdi da, 11.0. Biz 11.0, çox adam orada, bizim mənim iş yoldaşlarımdan da çox müəllimləri tanıyıram ki, orada 11'i götürüblər da. Mən 11.0'ı götürmüşdüm. Müəllim, O orada nə vaxt 11.0 Ben orada olur? tam ədəd olanda 11.0 Mən bunu götürdüm. yox, mən bunu belə başa düşürəm ki, tek bölümü olanda arkada nöqtə sıfırla verir. Cüt nöqtə olanda tam bölünmə görürük. bəli, bəli, müəllim. Deməli, bir də orada iki xətlə böləndə tam 11'dir. Bəli, Bir bəli. xətdən Bir xətdən böləndə 11.0'dır. Bir də orada float yazılmışdı dersən, float. Flot, yox, onu mən görmərəm, flot yoxdur. Yəni. Yox, hansısa misalda yazılmışdı orada. O flot olanda onu bildim. Yox, flotdan əlavə ümumiyyətlə deyiləm. Hə, onda bir bölməylə iki bölmədə, yəni iki dənə dropla bir drop. Baxın Oldu, müəllimlər, çox sağ ol. misalımıza baxın. Burada Siz sağ olun. yazdırmışsınız. Siz sağ olun. Deyir, 40'ın 10'a bölünməsindən alınan nə istəyir bizdən? Bax, bu bir dənə bölmədə bizdən nə istəyir müəllimlər? Həm tamı, həm kəsiri. Bir də var ki, baxın, belə bir situasiyada qarşımıza çıxa bilər. Baxın, bu biraz tələli sualdır. Bilirik ki, 2 dənə işarədirsə, 2 dənə yəni bölmə işarəsidirsə, bizdən bir dənə tamı istəyir. Amma burada kəsiri böldüyünə görə, bax bu kəsirə görə biz tam ala bilmirik. Biz nə alırıq? 100.0 alırıq. Çünki bu qayda 10.0, hə. bəli, bu orta məktəb kitabında bu xırdalıq qeyd olunmuş. Ona görə o hissədə diqqətli olaq.
Yəni bu biraz fərqli bir sualdır. Baxalım növbətinə. Buyurun. Aygün müəllimə deyə bilərsiniz sualımızın izahını. Baxın müəllimlər, if else-lə bağlıdır, çox asan, rahat. Müəllimə mən deyim. Bəli, zəhmət olmasa deyin. Bunun yukarısı düşmüyor. Yox, sadəcə deyil misalı həll edirik. Her şey 13. Yok müəllimə şərti deyirəm. Şərtdə sadəcə deyir ki, misalı həll Ha 13 ədədi daxil edilmişdir. bəli. Ha, orada olacaq onda 13 baxırıq 13'ü daxil edirik A'ya getdi. Aha, buyurun. Bəli. Əvvəlcə A'ya 13 qiymətini mənimsədirik. Sonra əgər deyir 13 ondan böyükdürsə və 13'ü 2'ye böləndə yəni 0 olursa, onda aşağıda şərt ödəyirik. Amma burada ödəmir. Yəni bunlardan hər ikisi mütləq ödəməlidir. Ödəmirsə düşürük Elifə. İkinciyə. Bəli. 13'ü 5'e böləndə qalıqda deməli qalır 3. 3 birdən böyükdürmü? Bəli. Elif onda 13'ü 2'ye vururuq, eləyir 26. Gəlir ya. Hə, 26. Artıq biz qaydanı ödədiyimizə görə gəlirik printə. Printdə 26'nı A'nı 2'ye vur deyir. Aldığımız 26'nı da 2'ye vururuq, eləyir 52. Əla. Bəli. Aygün müəllimə deyə bilərsiniz izahını. Bəli, deyim. Bəli, zəhmət Bunun olmasa. yeri də. Demək A'nın qiyməti 13'dür də, səhv eləmirəmsə. Bəli. 13 demək ondan böyüksə və 13'ü 2'ye bölürük, 6 eləyir. Amma qalıq 0 olmadığına görə, yəni bu şərt ödənmir, doğru mu? Bəli. Çünki burada olsaydı, götürə bilərdik, amma əhdirsə, demək biz bundan keçirik. Sonra elib, demək 13'ü 5'e bölürük, qalıqda alırıq, demək 13'ü 5'e böləndə 2 dəfə, 3 də 1'dən böyükdür. Doğru mu izahı? Bəli, bəli. Yəni 3 1'dən böyükdür. Onda A bərabərdir. Demək A'nın qiymətinin, yəni 13'ü vurur 2'ye. O da Bəli. 26. 26 diye. Sonra da gəlib müəllimə, lap axırda, çünki o yuxarıdakı elslərə şərt ödəməliyinə görə baxmırıq. Gəlirik, printə baxırıq, A vuraq 2, o da eləyir 26 vuraq 2, bərabər. Çünki orada dayanırsa, o ortanı işləmirik, çap eləməyə gəlirik də 26'ını da 2'ye vuranda, dedi 52. Cavab dedən. Əla. Bəli. Əla. Çox sağ olun. Siz sağ olun müəllimə. Niyazi müəllim, zəhmət olmasa deyək o 7'ni. Bəli, bəli. Burada deyir ki, A'nı B'ye bölündə alınan qalıq 0'dan fərqlidirmi? Baxırıq, A'nı B'ye bölündə bəli, fərqlidir. Deməli, A'nı çap edəcəkdir. Sonra düşəcək aşağıdakı isə A'nın üstünə B'ni gələndə 5'e bərabərdirmi? Xeyr. Düşəcək elsə B'ni çap edəcək. Bəli. Orada enddə aralarındakı boşluğu bildirir. Bəli, bəli. El ümumiyyətlə yan-yana yazılır da, belə deyil. Bəli. Bunlar xassılığı var. Necə?
anteni sap edir də. Elə bir markası da var, görsənmir, ona görə deyil. Yo, yo, müəllim, bu qaydalardır. Arxası şu növbəti misal. Bax növbətlərə. Tam aydındır müəllimlər, həmimiz başa düşdük bu misal. Rahat misaldır yəni. Bəli. Müəllim, elə çarşamsı belə düşər. Def yoxdur da bu dəfə İlqar müəllim. Yaman olar, Ilqar müəllim, belə. Biraz çətinlik Python'da def açarım. Müəllim, bizim əvvəlki sınaqlarımızın da o qədər çox istifadə eləmişəm ki, defdən gördüm da müəllimlər motivasiyadan düşürlər. Artıq deflərə biraz fasilə verdik. Amma bundan əvvəlkilərdə çoxdur deflərimiz. Müəllim, atarsınız da onları mən də işləyərəm. Yaxşı, hamısına da baxarsın. Baxaq 18-ə. 18-də deyir ki, klaviaturadan 124 ədədi daxil edilərsə. Daxil etdik 124. Deyir, y bərabərdir 0. Deyir, nə qədər ki, y-in qiyməti 0-dan fərqlidir, x-in qiyməti düzdür, 0-dan fərqlidir. Bəli, 0-dan fərqlidir də 124. Və, yəni vurulsun. 0-dan böyükdür. Bəli, bir vurul. Yəni ki, müəllimlər, burada nəticədə 1 almalıdır ki, 1 almalıdır. Bu düşüb bura dövr eləyə bilsin. Yox, 0 alarsa, post qiymətini alarsa, dövr eləyə bilməz. Da deyir, x böyükdürmü 0-dan? Bəli, 0-dan da böyükdür, həm də 0-dan fərqlidir. Ona görə hər ikisi 1-dir. Ona görə dövrə daxil oluruq. Yəni, bu hissəni dövr elətdiririk. Baxın, müəllimlər, ola bilər ki, sınaqda defdən istifadə eləməsinlər, Təhsil Nazirliyinin sınağında. Amma ki, o demək deyil ki, imtahanda def olmayacaq. Oldu, yəni ola da bilər def. Niyə? Çünki orta məktəb kitabında, dərslikdə var, 9-da da var, 8-də də var. Biz də müəllimlər qrupa atacam, mütləq baxın, həll eləyin. Nəyi? Bugün yəqin ki, bildiniz, 8-ci siniflərin monitoring imtahanı olmuşdu. Mən şagirdlərim 8-ci sinif monitoring imtahanında ən zəif yazanım 10 sual yazmışdı, yəni. Dövrlər idi, Python idi, while idi, def idi. Yəni, ora çox qəşəng suallar düşmüşdü. Çətin deyildi. Elə eynən 8 Bugünkü imtahan necə olubdu ümumiyyətlə? Mən baxmamışım, görməmişim sualları. 8 sinif deyilsiniz. Görən olubdu, ümumiyyətlə, yox, bu imtahan suallarını deyirəm. Abituriyent? Hə, bəli, abituriyentlərlə yoxlamışıq. Pis deyildi, normal. Kimdəsə var o suallarda. Bəli, məndə var. Atar qrupu məmə varsa, atar qrupu ona da biz baxarıq. Sınaqlara baxaq müəllimlər. Ondan sonra bugünkü... Bəli, var müəllim. İnşallah da sınaq istəmədim indi atam. Çünki qarşılıqlı olacaq da sınağın sualları ilə. Sağ olsun. Sınağın suallarını bitirək. Ondan sonra dimin suallarını atacağım. Görün nə qədər çətindir. Təsəvvür edin. Dim imtahanı, MİQ imtahanından çətin düşür. Çünki orası proqramlaşdırma ilə bağlı ixtisaslar var deyə, kompüter elmlərdir, IT mütəxəssisliyidir. O ixtisaslar birinci qrupdadır deyə. Onlara sırf proqramlaşdırma düşür, biz çətin düşür. Biz təsəvvür edin də, MİQ-dən çətin nə demək? Həm də uşaq vaxtı elə bölməlidir ki, abituriyent vaxtı. Yəni 30 sualı vaxt aparan sual əslində belə sualın özü valla 3 saatlıq suallardır. Yəni 1 saata bitirməlidir də, təsəvvür edin o sualları şagird. Yəni o nöqteyi nəzərdən biraz qəliz suallardır. Amma ki 8-ci sinif, bax bu gün 8-ci sinif monitoring sualları sırf sertifikasiya səviyyəsində normal suallar idi yəni. Normal 8-ci sinif sualları idi. Onu da atacağım. Baxarsınız, 12 sual idi. Yəni, bizdə ən az yazan şagird 10 dənə yazmışdı da. Yəni, orta məktəbdə normal dərs keçiriksə, uşağa onun izahını demişiksə, yəni rahatlıqla, belə deyim də müəllimlər, 3-4 alan şagirdlər, heç 5-i demirəm, rahatlıqla ötəsindən gələ biləsi suallar, çox maraqlı suallardır. Atacağım, mütləq həll eləyərsiniz. Onda müəllimə, denən biz keçərik də, elə olsa keçərik. Yəni, bəli, əlbəttə, ola bilər ki, böyük ehtimal ki, bizə də sertifikasiyada qəbulda həmin oxşar suallar düşə bilər, yəni. Ona görə diqqətlə baxaq o suallara. Həqiqətən çox maraqlı suallardır. Özü 8 sinif olub bir həyəcanla, bir maraqla yoxlayıb həll ediblər. Yəni, görün də artıq monitoring imtahanında da informatika suallarından istifadə olunur. Ona görə biz özü ki, müəllimlər sırf proqramlaşdırmaydı, yəni orada 1-2 sual fərqli bölməkdir, hamısı proqramlaşdırmaydı. Bilirsiniz də, belə deyim, rəqəmsallanda əksər misallar sırf proqramlaşdırmadır. Ona görə biz öz üzərimizdə çalışmalıyıq.
proqramlaşdırmanı bir kadr olaraq, müəllim olaraq, informatika müəllimi olaraq proqramlaşdırmanı möhkəm öyrənməliyik. Tək sertifikasiyaya görə yox, sertifikasiya bitəndən sonra da. Baxaq misalımıza. Deməli, burada 1 elədi, şərt ödədi. Şərt ödədiyinə görə də deyir, x-in 10-a bölünməsindən alınan qalıq. Qalığı neyinə deyir? Eləmənimsə, x-imiz də 124 idi. Qalıq da təbii ki 4-dür. 4-ü mənimsətdim. İndi deyir ki, y-ə nəyi mənimsət? Y-in 10-a vur, üzərinə n əlavə. N müəllimlər təzə qiyməti əlavə eləyəcəyik. 4-ü da təzə qiyməti. Y-imiz də 0 idi. 0 üstələ 4 gələndə eləyir 4. Bəli. Sonra deyir, x-in 10-a bölünməsindən, yəni 120 deyir, 10-a bölünməsindən tam qiyməti, qalıqsız götür. 12. 12, bəli. 12. Bəli. Əla. 12 eləyər. İndi gəlib bir də baxırıq. Baxın mənimlə. Artıq x-imiz 124 deyil. Artıq 12-dir. Yeni qiymət aldı. Baxırıq. Bu dəfə də soruşur. Deyir 12 sıfırdan fərqlidirmi? Deyirik, hə. Deyir 12 Bəli. sıfırdan böyükdürmü? Yenə deyirik, hə. Birlə Bəli. bizə 1, yəni turunu verir. Bizə turunu verir. Bu zaman nə edirik? Gənə dövr edirik. Dövrümüzə davam edirik. Bu dəfə də deyir ki, bizə x-in 10-a bölünməsindən alınan qalığı götür. Bu da eləyər 2. Təzədən deyir ki, y-in üzərinə 10 əlavə elə. Y-imiz mənimlər, daha doğrusu 10-a vur y-i. Y-imizin qiyməti neçə idi mənimlər? 4. 4-ü ona vurduq 40. 40-ın da üzərinə n-i əlavə elədik. 4'ü gəldi elədi 44. Yox. O içini gəlir, içini gəlir. Hə, 2. 42, hə. Bəli, 42 qiymətini aldıq. Deyir, x-in 10-a bölünməsindən alınan tam 12-ni 10-a bölürük 1. Əla. Bəli. Artıq baxın mənimlə, üzr istəyirəm. Baxın mənimlə, x-imizin qiyməti neçədir? 1-dir. X-imizin qiyməti artıq 1-dir. Yenidən dövr. Devam edir. Bəli. 12 deyil. Nerə davam edirəm? Bəli. Yenə biz dövrümüzə davam edirik. Bir dəqiqə mən lövhəni təmizləyim, qarşılıqlı olmasın. Müəllim, o yuxarıdan yazın x neçədir, y neçədir, bir n neçədir? Mən təzə qiymətlər mənimsədirik hərdən. Baxın İlqar müəllim. Bilmirəm, yəni qıraqdan yazın ki, yadınıza tutsun da, sildiniz ona görə. Bəli, müəllim. Yox, qaytara bilərəm geri. Yəni burada artıq 1-dir qiymət. Yəni qiymət artıq 1-dir. Biri 10-a böləndi. 1-dir. Baxın, Bir qalır. İlqar müəllim, x-in qiyməti sonuncu, siz niyə sildin İlqar müəllim? Yəni o qiymətlərin əhəmiyyəti yoxdur. Bir dənə birin əhəmiyyəti var. X 1-dir. 1-ə nəzərən təzədən hesablama iş yapardıq. X-imiz 1 idi. Deyir, sıfırdan fərqlidirmi? Sıfırdan böyükdürmü? Yenə deyirik, hə. Bu dəfə x-in 10-a bölünməz. Mənimlə x 10-a bölünür. Qalıq istəyir. Bəli. Bir qalır. Qalır. Özünü götür. Özü qalır. Bəli. Bəli. Sonra x 10-a 42-ni 10-a böl. 420. Ona vuranda 420 üstünə də 1 gələndə 421. Cavab A bəndi. Mən eləmişəm bunu. əla. Mən buna 421 yazmışam, amma orada mənfi 421 götürüb. Baxaq Bu mənim. mənfi buradan mənfi olmur axı. Baxaq. Yo, şeydə cavabda mənfi 421 işarətlər mənim cavabımı səhv qeyd edib. Baxaq. Deyir, x-in 10-a bölünməsindən alınan tam qiymət nəyə bərabər olar? Təbii ki, 0-dır da bölünmür. 1 bölünmür ki. İndi bu dəfə müqayisə edirik. Deyirik ki, 0 0-dan fərqlidir. Yox. Elə ənd olanda heç ikinciyə baxmağa ehtiyac yoxdur. Bu 0-dırsa 0-ı nəyə vursaz, belə milyona da vursaz yenə 0 eləyəcək. Aydındır. 0 olanda da false olur və bizi dövrdən çıxarmış olur və y-imizdə çap edirik. Hə, niyə elə qeyd eləsin? Yox, cavab 421. Onda mən düz yazmışam da, orada səhv yazdım. Bəli. Mən də 421 yazmışam müəllimə. Hə, yəni məndə nəsə fərqli olur. Mənfi 421 götürüb düzgün cavab. Ha, indi onu düzəldəcəm. Ola bilsin testlərdə elə sürüşüm oldu. Bizim Google Forms'da biraz sürüşür cavablar. Ona görə ola bilsin ki, yenə sürüşüm oldu. Onu düzəldəcəm. Bu sınaqları biz çalışın, dönə-dönə bir də işləyin. Düzəldəcəm səhvi, gələn dəfə işləyəndə elə çıxmır. Müəllimə, bunu izah edirsiniz. Gələn dəfə 60-ın 50-sini də düz yazacağıq da.
Müəllim, inanın ki, elə müəllimlərimiz var ki, izahına da baxır, amma yenə yazanda səhvi çıxır. Çünki təzə öyrənəndə çətinlik çəkən müəllimlərimiz var. Ona görə deyirəm. Baxaq. Yox, mən bircə dəfə baxdım, hamısını düz yazıram. Əla. Deyir, klaviaturada filan ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Müəllimə, izah eləyə bilərəm mən bunu, yox sizə izah eləyim. Buyurun İlqar müəllim, zəhmət olmasa deyin. Deməli, x bərabərdir integer input 16432. Bəli. Hə, x s də bərabərdir 0. 16432-nin 100-ə böləndə deməli 164. Bəli. Sonra deyir 164 böyükdür ondan, hə. G bərabərdir 164-ü ona böləndə 4. Yəni qalıq hissə 4. Aha. Sonra s bərabərdir s plus 4. Hə, s oldu 4. Hə, sonra deyir x-in 10-a bölünməsindən, 16-nın 10-a bölünməsindən 1. Bəli. Hə. Deyir ki, 1 böyükdür 10. Yox. Deməli, gəlin orada da deməli, cavab burada 19-da. Ha, bəndidir, 13. Bəli. Əla. Düz. Əmlər tam başa düşdü 19-cu sual. Sualı olan var 19 ay. Famik müəllim yoxdur, səhv eləmirəmsə. Digər müəllimlərimizdən kimlər deməmişdi izahını? Əfsanə müəllimə dedi. Niyazi müəllim, zəhmət olmasa deyin izahı. Burada müəllimə deməli 30 olaraq götürülür. Bəli. S-in qiyməti 30 olur. Qiymət sorunun nəticəsi 30. Yox, nəticəsi 30 olur deyil. Bəli, bəli. Nəticə 30 olursa, biz burada sıfırdan 4-ə kimi qiymətlər alacaqsınız. Hər Bəli. dəfədə qiymət alanda S-in üstünə yox, S0 qiymətində ikinci sıfıra vurup üstünə S-in qiyməti 0. 0 olacaq, 0 qiymətində, 1 qiymətində üçün üstünə 1 gəlib, üstünə 0 əlavə edəndə bu olacaq 2. 3 qiymətində 6, 6-ın da üstünə 8 olacaq. 4 qiymətində deməli 8, 16 olacaq. Karışdırdım gəldim. Deməli 0 qiymətində müəllimə, ikini sıfıra vuranda, üstünə 0 gələndə 0 olacaq. Bəli. 1 qiymətində S alacaq, deməli 2, S0, 2 olacaq. Bəli. 2 qiymətində 4, 6 olacaq. Aha. 3 qiymətində 6, 12 olacaq. Bəli. 5 qiymətində 4 qiymətində 12 olacaq. Deməli, hansı qiyməti verməliyik? Yox, müəllim, gördünüz, bax bu tiplərdə çətinlik çəkirsiniz, sizə bir şey qısa yolunu deyim. Neyini? Son qiyməti proqramın nəticəsi 30 olar deyil. Müəllim, mən burada variantları yerinə qoyub yazdım. Yox, ondan əlavə. Bu məsələsini tutalım ki, açıq sualdır. Şagird sizə sual verir, variant yox. Deyir, ay müəllim, bunu nətər eləyim? Sizcə bura hansı qiymət qoy? Nətər uşağa izah eləyərsiniz? Onda nə edeyim müəllim? Götürün. Başa düşdüm müəllimə. Bu variantları mən görmürəm buradan. Ümumiyyətlə mən bu sınağı istəməmişəm. Deməli biz 12 aldıq da S-in qiymətini. Deməli burada S-in qiyməti 12-in əvvəlcə neçədən başlamalıdır ki, bu qiymət versin bizə. Bu da
deməli 30 olması üçün. Müəllim, bircə dəqiqə üzr istəyirəm, müdaxilə edirəm. Buyurun müəllim, buyurun. Mən Deməli, məndə istəməmişəm, variantı qoyub yoxlamışam. Deməli, 8-i qoymuşam. 8 vuraq, 8 üstə gələ 2, 10. Sonra vuraq, inin qiymətləri 2-yə vurmuşam, 0-a vurmuşam, yox. 1-ə vurmuşam, yox. 2-yə vurmuşam, yox. Yəni, axırda 4-ə vuranda, daha doğrusu 3-ə vuranda 30 eləyib. Yəni, variantları yerinə qoymuşam mən, 8 qoymuşam, S bərabər olub 8 olanda, axırıncı nəticə 30 olur. Yəni, S-ə 8 verəndə... Vurğan müəllim, burada birinci vurma əməli yerinə yetirib S üstünə əlavə edirik. Birinci S-in qiyməti nə olmalıdır ki, biz 0-dan 4-ə kimi icra eləyəndə biz axırda 30 almalıyıq. Yenə də variantla işləyəndə, yəni 2-nin üstünə həmin qiymətləri vurub S üstünə əlavə etməliyik. Bunu gedişata vurdum. Müəllim, onda o axı 11-i almır ki, onu 8-ə 2-yə vurasan. Deməli, onda 8 deyil daha. Deməli, S-in qiyməti 8-dən başlanır. Deməli, S-in qiyməti 8 deyil. Burada yəni bu o demək ki, 2-ni bunun rengi 0-dan 4-ə kimi qiymətlər alır da bu. 4 dəfə dövr eləyəcək də belə çıxır. 4 dəfə dövr eləyəndə hər dəfədə S-in qiymətini 2-yə vurub S-in üstünə əlavə edilir. Deməli, S neçədən başlamalıdır? Deməli, əgər sən bunu 8-dən götürürsənsə, mən burada variantları görmürəm. Mən də görmürəm variantları. Əslində, mən elə eləmişəm. Müəllim, bunu belə eləmək olar. Əgər çapa 30 gedirsə, S 30-dur. Bizdə qiymətlər verilib 0-dan 4-ə, 5-ə qədər də, yəni 0, 1, 2, 3, 4. Gətirib burada yerinə qoyub geri qayıda bilərik. Baxın, məsələn, 30 bərabərdir, S üstə gələ 2 vuraq 4. Eləyir, S bərabərdir, 30-dan 2 dəfə dörsə 22. Bu qiymətimiz oldu 22. Təzdən gətirib yenə 22 bərabərdir, S üstə gələ 2 vuraq 3. 22-dən 6, bu qiymət 22-dən 6 çıxanda 16. Yenə S-in qiyməti 16-dır. 16 bərabərdir. S üstə gələ 2 vuraq 2. Eləyir 4. S bərabərdir. 16-dan 4 çıxanda 12. Ən axırıncı 2 vuraq 12 aldım. Hələ 1 ilə 0 qalır. S burada 12 bərabərdir. S üstə gələ 2 vuraq 1, 2. S-imiz olur 10. Təzdən 10 bərabərdir. Ən axırıncı 0 qiymətini qoyuruq. S üstə gələ 2-ni 0-a vuranda 0. Budur 2 vuraq 1, 2. 10 edir məncə burada. Bəli. 10 edir. Yəni, 10 gəlir. S-in yerinə 10 qoyanda 8 qoyanda ödür. 8 qoyan ödür, ay müəllimə. Gördünüz, Gördünüz. əgər bu tip misallarda çətinlik çəkirsinizsə, hər hansı bir qiymət verin, fərq etməz. Qiymət verəndən sonra çalışın proqramın strukturunu götürün ki, proqramın strukturu nədir və proqram hansı ardıcıllıqda işləyir. Baxaq. Baxaq növbəti.